Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hər kəsə dəstək üçün təşəkkür eləyirəm. Allah hər kəsin təsərrüfatına bərəkət versin, bədnəzərdən qorusun. Demək, bugün sizə nədən danışmaq istəyirəm? Yeni bir çəpiş alıb gətirmişik. Alpin Sanen mələzidir bu. Təmiz Alpin deyil, təmiz Sanen də deyil. Bunun anası Sanen Alpin mələzidir, atası təmiz Alpin olubdur. Özü də 75% Alpindir, 25% də Sanendir. Bunu inşallah qismət olsa bizim bu ilki çəpişlərimizin içinə faizdə təkə kimi qatmağı planlayırıq. Əsas odur sağlıq, salamatçılıq olsun. Bu digərləri də bizim öz erkək çəpişlərimizdir. Bunu təqribən bir ay əvvəl almışdıq Bakıdan, Şağın kəndindən. Bizim bir qardaş var, Azad qardaş. Sumqayıtda yeni bir təsərrüfatları var, o da yeni qurur. Allah xeyir versin, bərəkət versin inşallah. Onunla bir yerdə almışdıq 2 dənə. Biri orada qaldı, birini mən gətirdim. İndi gələcəkdə böyük ehtimal bu da bir ildə istifadə edəndən sonra bəlkə yenidən öz doğma yurduna qayıda bilər. Biraz yol gəlibdi, uzun məsafə, yemini dəyişib, yerini dəyişib, şəraitini dəyişib. Biraz zəifdir. İndi buna gündəlik standart təmiz keçi südündən qidalanır. Yəqin ki, bir müddətdən sonra daha fərqli formada görərsiniz. Bunu ümid eləyirəm. İynə dərmanını da elədik, biraz eləsin, özünə tam gəlsin. Bunu dediyim kimi sağlıq, salamatçılıq olsun. İnşallah qan dəyişimi üçün. Çünki öz çəpişlərimizdən istifadə edə bilmərik. Ataları eynidir. Çox yaxşı damazlığa yararlı erkək çəpişlərimiz var, amma təəssüf ki, onu istifadə edə bilmirik. Öz təkəmizi də yenə dişi çəpişləri də istifadə edə bilmərik. O da öz ataları olduğuna görə istər-istəməz məhsuldarlığı aşağı salır. O inbreeding gedir də, yəni eyni qanla südləşdikdə heyvanda uzun müddətdə istər-istəməz məhsuldarlıq aşağı düşür. Bəzi problemlər çıxa bilir, o daha geniş mövzudur. Ona görə biz də qan dəyişimi üçün bunu gətirmişik. Görək əsas odur, sağlıq olsun inşallah. Salamat bir şəkildə lazım olan vaxta çatsın. Ondan sonra sağlıq, salamatçılıq olsun. Payızda, noyabr ayında hardasa çəpişləri, təkələrin kimi istifadə eləyəsik. Bunlar da bizim hələflərdir. Keçən dəfə də bunları paylaşmışdım. Bunların bir tane biz satmışıq. Bu qaranın tayını satdıq. Bunlar qara ilə bu qırmızı 2 ay 10 günlükdürlər hardasa 70 günlük. Balaca qara da 40 günlükdür. Bunların anaları çöərdir, birinci balasını veribdir. Ataları bizdə olan o hələfdir, nənələri yenə bizdə olubdur, babaları bizdə olubdur. Yəni 2 nəsildir özümüzdə olan keçilərin törəmələridir bunlar. Analarının süd verimi açığı bu qırmızı ilə qaranın anasını hələ sağmamışıq. Böyük qaranın anası mənim hesablamamdan günə 1 litr yarımdan 2 litr arası süd verəsidir inşallah. Bunların anaları da pis deyil. Yəni çöərə görə südləri pis deyil birinci balaya görə. Keçi 3-cü balasında tam özünü göstərir. Südü formalaşır. İndi kim istəsə damazdıq, əlaqə saxlaya bilər. Nömrəmiz də var kanalımızda. İstəyənlər olubdur. Bu 2 dənə dalaşanları bir yoldaş var idi Şabranda. Heç cür göndərə bilmədik. Yəni bunu biz Akstafadayıq. Məsafə çoxdur, maşınlar razı olmur aparmağa. Elə gedən maşın da tapanmadıq, alınmadı, qismət deyilmiş. İndi yaxın ərazilərdən kim istəsə, bizə yaxın ərazidə, nə bilim, Gəncə, Basar zonası deyək də belə, istəyən olsa inşallah təşkil eləyərik. Sağlıq, salamatçılıq olsun. Hələ bunların analarını, bir dənə bu qaranın anasının yarı südünü alırıq, digərləri hələ də tam anasının südündən qidalanır. Kim istəsə inşallah, dediyim kimi kanalda nömrəmiz var, əlaqə saxlaya bilər, danışarıq.
Bu gün nədən danışmaq istəyirəm? Bayaq sizə dedim, yeni bir o Alpini gətirmişdik. Ümumiyyətcə bu təkə seçimində hardan başlamalıyıq, nədən başlamalıyıq, necə etmək lazımdır? Çünki çox kritik bir məsələdir. Bunu əvvəlki videolarda demişdim. Təkə seçimi niyə vacibdir? Təkə elə bil ki, siz aldığınız heyvanın birincisi maksimum çalışmaq lazımdır ki, onun bir bilinə nəsli, kökü, məhsuldarlığı necədir, siz heyvanı nə üçün istifadə eləyəsiniz. Misal üçün deyim sizə, bizim 2 il əvvəl, 3 il əvvəl sürünün içində olan o böyük təkə, o təkənin balalarının biz artıq bu il, keçən il bizim bu çöyərlər çəpişdiyinə bala vermişdilər. Bu il haqqına bala verdilər və oradan artıq məlum oldu ki, həmin təkənin əsasən o nazik idi o heyvan. Ətli üçün onun balaları çox ideal çıxmırdı. Amma südlük baxımından onun balaları bu il özünü göstərdi ki, maşallah olsun, ondan aldığımız o çöyərlər südlüyə daha meyilliylərmiş. Amma bu ilki təkəmiz, bu il qatdığımız təkənin balaları daha böyük şaqqalı çıxdı. Yəni indi bilmirəm, bunların indi bu ilki çəpişlərə payız təkə qatasıyıq, bir il sonra o nəticəsini göstərəcək. Yəni təkə seçəndə bunu bilmək lazımdır ki, siz heyvanı ümumiyyətcə nə üçün saxlayırsınız? Ətli üçünmü saxlayırsınız? Südündən istifadə eləyəsiniz? Yoxsa sizin üçün əkizlik mi vacibdir? Çox bala verməsi mi vacibdir? Buna görə məsələn, bilinən bir yerdən, hələ bu işin yaxşı tərəfləridir da, bilinən bir yerdən heyvan almaq lazımdır. Digər bir məsələ də nədir? Bu gətirdiyiniz heyvan hansı bir xəstəliyi gətirib heyvanlara sala bilər? Yəni Allah qorusun, elə bir yerdən heyvan alarsınız ki, yəni nəsə bir xəstəlik var canında, gələr sizin sürüyə qatarsınız, keçilərinizi təkiyə gələr keçilər, xəstəliyi bütün hamısına keçirə bilər. Hələ ən təhlükəlisi bu, istəyir bruselyoz olsun, istəyir nə bilim, daha başqa xlamidiya olsun, hansı ki heyvanlarda bala artdırır. Bruselyoz ümumiyyətcə elədir ki, Allah eləməsin, sürüyə düşdüsə, sürü artıq tamamilə məhvə getməlidir. Çünki müalicəsi yoxdur, bunun sağaltma olmur. Ona görə məsələn təkə seçimində maksimum çalışmaq lazımdır ki, heyvanları bildiyiniz yerdən bir heyvan alıb gətirəsiniz. Bildiyiniz nəsildən, kökdən bir heyvan alıb gətirəsiniz ki, özünüz də əmin olasınız, ürəyiniz rahat ola ki, mən bu heyvanı qatdım sürünün içinə, normal bala verəsidirmi, verdiyi balaların keyfiyyəti necə olasıdır, ondan sonra mənə ətlik lazımdır, həqiqətən o formada bala gələcəm bu heyvandan. Bunlar çox ciddi məsələlərdir. Buna diqqət eləmək lazımdır yəni. Bir başqa məsələ də bəzən sual olur ki, məsələn, keçin nə qədər süd verir, hansı keçi daha yaxşı süd verir. Ümumiyyətcə bu keçinin süd vermə məsələsi bir neçə faktordan asılıdır. Yəni. Ən birinci, ən vacib məsələ, biz bunu təcrübə ilə öyrənirik ki, ən vacib məsələ heyvanın sağlamlığıdır. Yəni heyvan sağlam olmalıdır. İstəyir xarici, istəyir daxili parazitlərdən heyvan vaxtında dərmanlanıb, saflaşdırılma, təmizlənməlidir ki, məsələn, heyvanın istər bağırsağında, istər ağciyərində, istər qaraciyərində qurd olmamalıdır ki, bu heyvan performans göstərə bilsin. Heyvanın canında bit-birə olmamalıdır ki, heyvan performans göstərə bilsin. Heyvanda hansısa bir yoluxucu xəstəlik olmamalıdır. Bu istər pastelyoz olsun, istər nə bilim digər qarın ağrısını ortaya çıxaracaq bakteriyalar olsun. Bunlar olmamalıdır ki, heyvan o özünü süd vermə prosesinə verə bilsin. Məsələn, ciyərində problem olan bir heyvan 3 gün yaxşı süd verəcək, 5 gün zəif süd verəsidir. Bu da gətirib süd ortalamasını azaldır. Hə, məsələn, baxırsınız, heyvan var bir gün 2 litr süd verir, səhərsi gün heç yarım litr südü yoxdur bunun. O birisi gün yenə süd artır, 3 gün yaxşı süd gedir. Bunun eniş qalxışların səbəbi nədir? Heyvanın canında nəsə bir problem var. Yəni, məsələn, hava isinir, heyvan özünü yaxşı hiss eləyir, normallaşır, amma hava biraz soyuyan kimi bədəndə müqavimət yoxdur, avtomatik süd verimi aşağı düşür. Yəni, burada
süd verimi heyvanda dediyim kimi ən birinci faktor heyvanın sağlamlığıdır. Yəni canı sağlam olan heyvan, vaxtı-vaxtında vaksinasiya olunan heyvan, vaxtı-vaxtında qurd dərmanı verilən heyvan, vaxtı-vaxtında çöl parazitlərə qarşı, bit-birəyə qarşı dərmanlanan heyvan bu rahatdır artıq. Gəlirik digər məsələyə, heyvanın saxlanma şəraiti. Heyvanın saxlanma şəraiti idealdırmı, yaxşıdırmı? Yəni mükəmməl deməyim də, normaldırmı? Məsələn, altı qurudumu, rahat yem yeyə bilirmi? Yeri sıx deyil ki, rahat bir yerdə heyvan yatıb istirahət eləyə bilirmi? Çox isti deyil ki, çox soyuq deyil ki, nəmişlik deyil ki, nə bilim. Bu məsələlərin hamısı bu heyvanın süd veriminə təsir eləyir. Bu bir başqa məsələdir. Digər bir məsələ heyvanın məsələn qidalanması. Vaxtı-vaxtında yemi verilirmi? Yem rasionu düzgün seçilibmi? Otlaq sahəsi keyfiyyətli otla zəngindirmi? Su var, görürsünüz hal-hazırda bu heyvanlar su içirlər. Təmiz suya heyvanların vaxtı-vaxtında çıxışı varmı? Süd verən bir heyvan 1 litr süd üçün bir 3-4 litr suya ehtiyac var. Bu heyvan əgər su verilmirsə, susuzluqdan yanırsa, bu heyvan necə süd əmələ gətirsin yəni? Bu heyvan ürəyi istəyən vaxtı suya çıxışı varmı? Vaxt qabağında daimi suyu olurmu? Qabağında daimi suyu olmayan təmiz su olmalıdır bir də. Məsələn, hal-hazırda bizim heyvanlar buradan su içir. Neçə gündür bizdə yağış yağır, hal-hazırda tərtəmiz sulardırlar. Düzdür, bu sular da problemlidir. Çünki bu suların içində potensial qurdların yumurtası var. Yəni bundan qaçmaq mümkün deyil də. Bizim heyvanın otlaq sahəsi buradır. Heyvan burada su içirməyə bilməzsən yəni. Ona necə qarşılarsan, mütəmadi qurd dərmanı verirsən ki, orada artmasın o qurdlar, heyvana mənfi təsir eləməsin. Yəni kimi bəzən sual olur ki, məsələn, qardaşım, sizdən bir heyvan alsaq, bu nə qədər süd verəsidir? Yaxşı, məndə məsələn 2 litr, 2 litr yarım süd verən bir heyvan ola bilər ki, satdığım yerdə gedib 3 litr də süd verə bilər. Ehtimal var ki, satdığım yerdə gedib heç 1 litr də süd verməz. Bunun da səbəbi nədir? Bu heyvana məndə olduğu formada qulluq olunurmu? Məndə olduğu formada dam şəraiti varmı? Məndə olduğu formada otlaq şəraiti varmı ən azından? Məndə olduğu formada dava dərman olunurmu? Vaksinasiya olunurmu? Baxımı düzgün olurmu? Bunlar olunarsa o südü verər. Yox, bundan daha yaxşı olarsa təbii ki, daha yaxşı süd verəcək. Bundan daha pis olarsa daha pis süd verəcək. Ona görə məsələn, əksərən insanlar bir yerdən bir damazlıq heyvan alanda gedirlər, məsələn, düzgün baxılmır, düzgün qulluq olunmur. Bu zaman heyvanı satan adam yalancı çıxır ki, məni aldatdı, nə bilim heyvan az süd verdi və yaxud da ki, gedir daha yaxşı baxır, dönür bir sağ ol da deyir ki, qardaş heyvanın sən 2 litr demişdin, 3 litr süd verir. Yenə deyirəm, buna o qədər təsir eləyən faktor var ki, adicə sizin heyvanı, keçini sağım formanız, keçinin qabağına ot qoymaq formanız, keçi ilə elədiyiniz rəftar belə o heyvanın süd veriminə, sağlamlığına təsir var. Çünki keçi həddindən artıq dərəcədə stressə meyilli heyvandır. Yəni çox bəsit bir prosesdə keçi xəstələnə bilir. Heyvanı bir dənə vurarsınız, sərt rəftar olar, bu heyvan xəstələnə bilər. Heyvana vaxtında yem verməzsiniz 3 gün, 5 gün, yemini gecikdirərsiniz, stressdən xəstələnə bilər. Heyvanın sağımını gec eləyərsiniz, stressdən xəstələnə bilər. Məsələn, balaların süddən ayrılması, bunu keçən dəfə də sizə demişdim. Biz keçən il bir eksperiment apardıq. 2 ayında bir 70 günündə balaları birinci südünü biraz azaltdıq, sonra da bir dəfəyə kəsdik südünü. Bir anın içində balalarda ciddi şəkildə xəstəlik ortaya çıxdı. Qarın ağrısı başladı, bir neçə çəpiş, hətta tələf də oldu, çəpiş ölümü oldu. Ondan sonra təzədən iynə, dərman geri anıya qaytardıq, çəpişlər özünə gəldi. Məsələn, çox ciddi stressə meyillidir. Bu il isə tam fərqli elədik. Bu il balaları anadan ayırmadıq. 2 ay tamam olandan sonra artıq ananın südünü almağa başladıq. Hal-hazırda biz
ana heyvanların balalar təqribən bir 70-75 günlük olduqlarına görə anaların 50%, 60% südünü alırıq, qalanı balaya qalır. Bala da bu dəfə nə elədi? Ota, yemə daha çox meyllənməyə başladı və demək olar ki, stres olmadı. Yenə anasından süd əmir, amma əvvəl məsələn anadan deyək bir gündə litr yarım, 2 litr süd əmirdisə, indi biz o miqdarı çəkdik. Misal üçün 700 milliyə günlük 1 litrə və artıq bala yavaş-yavaş özü qəbullənir ki, ananın südü azalır, mən qarnımı otla doydurum, qarnımı yemlə doydurum. Yavaş-yavaş onlara su verməyə başladıq ki, artıq keçid dövrü. Bu belə keçiddə, çünki bunu biz keçən il o başına gələn başmaqçılar, keçən onu yoxladıq. Gördük ki, yox, bu cür alınmadı və başqa bir çəpişlər də vardı ki, onların ümumiyyətcə analarını sağandan sonra o balaları buraxdıq anaya, onların inkişafı digərlərindən çox yaxşı oldu. Ona görə bu il nə elədik? Artıq xüsusilə də damazlıq olacaq dişi balalar. Ana sağıldığı müddətcə, ananı sağdıqdan sonra onu balanı anaya verəsik. Bizim keçilər, ümumiyyətcə keçilərin hamısında bunu da müşahidə edirik ki, südünü çəkir. Keçini sağırsan, heç nə yoxdur, tam südü qutarıbdır. Balanı altına buraxdığın anda bir anda süd əmələ gəlir yəni. Elə heyvan var, bir də baxsan yarım litr, 700 qram süd buraxdı bala üçün. 300 qram süd saxlayıbdı, nə bilim 200 qram süd saxlayıbdı. Ona görə məsələn məcbursan, çünki keçin sağıbsan da süd gəlmir, çəkib heyvan südünü. Balanı buraxsan ən azından o südü bala içsin. Və bu öz təsərrüfatınız olduğuna görə ətlikdirsə bu ətli üçün daha yaxşı inkişaf eləyəcək, damazlıqsa damazlıq üçün daha yaxşı inkişaf eləyəsidir. Yəni bunlar ümumi məsələlərdir ki, yəni bəzən suallar olur. Deyək ki, balanı necə anadan ayıraq? Məsələn, süd verimini necə artıraq? Nə bilim, keçi nə qədər süd verə bilər? Xəstəliklərdən necə qoruyaq? Yəni vaxtında vaksinasiya olunmalıdır. Bir də bu arada bunu da deyim ki, vaksinasiya mütləq 2 dəfə olunmalıdır. Yəni bir normal vaksin, istənilən bir şey, istəyir bu pastelyoz olsun, istəyir brazot olsun, istəyir nə bilim dabaq əleyhinə vaksin olsun. Bunlar 2 dəfə, birinci vaksin və booster vurulmalı. Çünki birinci vaksin heyvanda immunitet, heyvanın bədənini vaksinə öyrədir. Yəni bədən vaksini tanımağa başlayır. İkinci vaksin isə artıq o vaksin tanındığına görə bu dəfə bədəndə immunitet əmələ gəlməyə başlayır. Məsələn, bu il biz bir səhvimiz orada oldu ki, bir nəfər məsləhət görmüşdü, onu biraz məsuliyyətsizlik mi deyim, risk mi eləyə bilmədik. Doğumdan əvvəl vaksinasiya eləmədik. Amma doğumundan məsələn, xüsusilə də pastelyoz üçün bir ay əvvəl mütləq vaksin eləmək lazım idi. Biz onun zərərini harda gördük? Balalarda bir ay yarımından sonra 2 ayına çatanda artıq o pasteliyozun simptomları ortaya çıxdı, qarınları ağrımağa başladı. Normalda biz balalara dərman vermişdik. İlk ay yarımında heç bir qarın ağrısı, heç bir problem olmadı. Amma 2 ayına çatanda artıq o pastelyoz özünü göstərdi deyə yüngül bir qarın ağrısı oldu. Belə bir tələfat olmadı. Cəmi 2 dənə balanı gecikdirdik deyə o qızdırmadan 2 bala öldü. Digərlərinin qarın ağrısı normal keçdi. Ona görə yəni bu ümumi təcrübələrimizdir, sizinlə bölüşürəm ki, bildiyimiz, bilinən bir şeylərdir. Bunu mən özümə saxlamaqla da bir şey əldə eləyəsi deyiləm. İndi kimlər üçünsə faydalı olar. Mən deyil, başına gələn başmaqçı olar. Belə bir təcrübələrdən keçdik bu il. Dedim, bunu sizinlə paylaşım. İnşallah növbəti videolarda görüşərik. Allah hər kəsin təsərrüfatına bərəkət versin, bəd nəzərdən qorusun, əziyyət çəkənlərin əziyyətinin min qarşılığını versin. İnşallah.